Her şey adalet namına değişecek bizim bölgede. Azerbaycan halkının vəza vəziyyəti onun xeyrinə değişecek. Ve mütləq güzel göçe torpağını da göreceksiniz. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Qərbi Azərbaycan TV-dəyik Ulu Öndər və Qərbi Azərbaycan proqramında. Bugünkü proqramımızda biz müxtəlif istiqamətlərdə Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərindən, hədəflərindən danışacağıq. Studiyamızın qonağı da var, millət vəkili Anar İskəndərov. Anar müəllim, xoş gördük sizi. Xoş gördük. Anar müəllim, Ulu Öndər Heydər Əliyevin uzaq görən siyasətçi, çevik siyasət yürüdən bir siyasətçi kimi bütün dünya tanıyır, bütün dünya bunu qəbul edir və bizim Azərbaycan gerçəkliyində biz bugün onu daha çox hiss edirik. Həm də Qərbi Azərbaycan məsələsində. Ulu Öndər Heydər Əliyev hələ zamanında Qərbi Azərbaycan məsələsini gündəmə gətirmişdi və sözsüz ki, bax o gündəmə gələn Qərbi Azərbaycan məsələsi bugün artıq bizə müəyyən məsələlərdə təkan verir, kömək edir. Necə düşünürsünüz? Tarixdə kifayət qədər böyük siyasətçilər var və onlarla bağlı kitablar yazılır. Amma Heydər Əliyev özü tarix yaradıb. Hamıdan fərqi budur. Heydər Əliyev tarix yaradıb və bugün tarixçilərin borcu da o tarixi yazmaqdır. Bu hər adama nəsib olmur. Bəli. Hər bir tarixçi kitab yaza bilər, necə ki yazır. Amma dünyada tarix yaratmaq çox az adamlara məxsusdur. O nadir adamlardan biri də Heydər Əliyevdir. Azərbaycan tarixçiləri Heydər Əliyevin fəaliyyətini 5 dövrə bölürlər. Təbii ki, həyat fəaliyyəti ilə bağlı tarixçilərin onun görəvi deyil. Təbii ki, o ədəbiyyatçıların görəvidir. Tarixçilər onun ilk fəaliyyətini, xüsusi xidmət orqanlarındakı olan fəaliyyətini görürlər. Belə Heydər Əliyev xüsusi xidmət orqanlarında işləyən dövrdən Azərbaycanı əzbər bildi. Azərbaycanı hamıdan fərqli olaraq Azərbaycanın itirilən ərazilərini və Azərbaycanın mövcud əraziləri və Azərbaycanın mübahisəli ərazilərin hamısını bir-bir öyrəndi. Və Azərbaycanla bağlı mükəmməl bir savad sahibi oldu. Heydər Əliyevin siyasətinin böyülü birisi arasındadır. Azərbaycanla bağlı 20-ci illər olsun, 30-cu illər olsun, 50-ci illər olsun, nədən söhbət gedirsə, özünün gördüklərini dövrəyə cəlb edir. Yadımdadır, belə başlayır, yadımdadır. Çünki birinci hər adamın yadında deyil. İkincisi, hər adam o məsələni, o dəqiqliklə öyrənməyi öz qarşısına məqsəd qoymur. Və təbii ki, Naxçıvan və Qərbi Azərbaycan və ya Zəngəzur məsələsi. Heydər Əliyev bunu Sovet dönəmində də çox gözəl bilirdi. Və ona görə də, məsələn, mən həmişə deyirəm, 97-ci ilin dekabrında, yəni Qərbi Azərbaycanla bağlı, deportasiya ilə bağlı olan sərəncam, əslində həmin dövrdə Heydər Əliyevi dünyanın bəzi liderləri ittiham edirdilər ki, bu tərəfdən sülh deyirsən, o tərəfdən deportasiya haqqında sərəncam verirsən. O biri tərəfdən 31 mart Azərbaycanlıların soyqırımla bağlı fərman verirsən. Amma Heydər Əliyev nə deyirdi? Deyirdi, mən sizdən razıyam, mən sülh istəyirəm, əmnamalı istəyirəm. 1 milyon Azərbaycanlını öz dədəva torpaqlarını qaytarmanı istəyirəm. Qərbi Azərbaycandan qovulan insanların haqqını müdafiə edirəm. Ancaq bu tarixdir. Bu tarix yazılmayıb ki, yazılmayıb ki, ya yuxarıdan, ya aşağıdan biz bu günə qalmışıq və biz bugün dünyanı inandıra bilmirik ki, tarixi Azərbaycan torpaqları deyəndə hansılardır. Və bu mənada da Heydər Əliyev özündən əvvəldir, gələn bütün dövlət adamlarından, hətta birinci katib olarkən o
Azərbaycan üçün nələr edə bildi? Kimin ağlına gələ bilərdi ki, bir zaman Azərbaycan müstəqil olacaq? Dərin özüllər zavoduna hava və su qədər ehtiyacımız olacaq ki, dənizdən neft çıxardaq. Bakı üçün 70-ci illərdə Bakının ən böyük problemi nə idi? Su problemi idi. Kürdən Bakıya su çəkməklə Bakıya həyat verdi. Bakıda yaşıllaşdırma necə sürətdə geçir? Su olmalıdır, o yaşıllaşdırma olmalıdır. 78-ci il konstitusiyasında kimin ağlına gələ bilərdi ki, desin ki, Azərbaycan dili dövlət dili olsun. Ancaq Heydər Əliyev bunu təkid elədi. 71-ci ildə, yavaş-yavaş arxaya gedirəm ki, Naxçıvan stadında hərbi məktəb hamı elə fikirləşirdi ki, Azərbaycanın nə ihtiyacı var? Amma Heydər Əliyev bilirdi ki, bir zaman bu hərbi məktəbə ehtiyac olacaq, onu qurdu, yaratdı. Və ya Heydər Əliyev Sovet rəhbərliyi ilə ən belə deyək ki, kəskin mübahisəli məsələlərdən biri nə idi ki, Sovet Müdafiə Nazirliyinə deyirdi ki, necə yəni ki, Azərbaycan ancaq tikinti batalyonuna gedir. Niyə, nə üçün? Yəni, bu Azərbaycanlı belə deyək də, o biri hərbi hissələrə gedə bilməz və ya Heydər Əliyevin ən böyük dahilidir. Harasında mən qısa bunları deyirəm ki, burada bir neçə ali məktəb yaratdı. Bir neçəsini yarada bilərdi. Amma Heydər Əliyev o yolu seçmədi. Heydər Əliyev hər il minlərlə Azərbaycan gəncini SSR-nin ən nüfuzlu ali məktəblərinə göndərdi. Onu göndərmək də çətin göndərdi. Amma eyni zamanda uzaq görən siyasətçi kimi bilirdi ki, bunlar ali təhsilini başa vurandan sonra bir hissəsi Azərbaycana gələcək, Azərbaycana xeyri dəyəcək, bir hissəsi də SSR adlı dünyanın altda bir hissəsində qalacaq və Azərbaycan həqiqətini dünyaya yayacaqlar. Mən xatirimdən deyim, Heydər Əliyev hakimiyyətə gələndən sonra elə ki, SSR-də Azərbaycanı da tanıdılar. Hətta bu sözü düzgün tələffüz etməyə başladılar. Bu Heydər Əliyevin nüfuzu idi. Və kənd təsərrüfatı ölkəsini sənaye ölkəsinə çevirdi. Yəni, belə deyək də, bugün burada həyatın hansı sahəsindən danışsaq, Heydər Əliyev orada birincidir. Yəni, Azərbaycan üçün və bir cümlədə deyim, 70 il ərzində Sovet dövlətini idarə edənlər yeganə türk müsəlmandır ki, Sovet dövləti idarə edib. Görün, bu nə qədər böyük bir insan idi ki, nə qədər güclü idi, nə qədər təcrübəli idi ki, hətta Gramokonun yazılarına var ki, atası deyirdi, əgər o Slavyan mənşəli olsaydı, o SSR-nin birincisi olardı. Bəli, özləri etiraf edirlər bunu. Nə üçün? Çünki Heydər Əliyev doğrudan da nəhəng idi, çox böyük idi və xalqı da öz ardınca apara bildi. Anar müəllim, Heydər Əliyev Qərbi Azərbaycan məsələsini o dönəmdə gündəmə gətirməyin daha hansı üstünlükləri oldu? Bax, bugünkü Qərbi Azərbaycanla bağlı gedən proseslərə təsiri nə qədər oldu? Bax, birincisi Heydər Əliyev hakimiyyətdə olarkən, Sovet dönəmində deyirəm, onun İrəvana gedişi də, onun Gürcüstan, Ermənistan və Azərbaycan arasında münasibətlərdə Heydər Əliyevə qədər ki olan dövr, Heydər Əliyevdən sonra gidiyor. Bir maraqlı fikir, əsas fikir. 69-cu ilin iyulun 14-ünə qədər, 69-cu ilin mayında, yəni bu son çıxan kitabda da var, deməli, Gədəbəy ərazisindən, Laçın ərazisindən torpaqlar Ermənistana verilmişdi. Azərbaycan Ali Soveti, rəiset heyəti də bunu təsdiq etmişdi. Amma 69-cu ilin iyulun 14-də Heydər Əliyev hakimiyyətə gəldi, ümumiyyətlə də o torpaqlardan söhbət getmədi. Ermənistana verilməkdən söhbət getmədi. Bir də bu məsələ nə vaxt reallaşdı? 1984-cü ildə. Artıq Heydər Əliyev burada deyildi. Amma Qərbi Azərbaycanla bağlı, birinci Heydər Əliyev Qərbi Azərbaycan və Naxçıvanı qarış-qarış tanıyırdı. Ərazilərin tarixini bilirdi və bu tarixi torpaqlar gələcək üçün qalsın deyən, mən çox sizə maraqlı bir xatirə deyə bilərəm. Qəşəm Aslanov o zaman Azərbaycan Gəncləri qəzetinin redaktoru idi və o zaman
orada bir rubrika var idi. Ona bəlkə çoxları fikir verilməyib. Mən bəziləri məsləhət bilirəm. Yəni ilk dəfə olaraq Ermənistan SSR yazılırdı. Ancaq oradakı Azərbaycan rayonları, Azərbaycan kəndləri haqqında verilişlər gedirdi. Və eyni zamanda ali məktəbə qəbulla bağlı, Azqa türklərdən bağlı güzəşt var idi. 46-cı il Pişəvəri hərəkatından Azərbaycana pənah gətirənlər var idi. Gürcüstandakı olan Azərbaycanlılar və Ermənistan sirrdə yaşayan Azərbaycanla bağlı Heydər Əliyevin güzəştli bir siyasəti oldu. O siyasəti heç kim başa düşmürdü. Ancaq Heydər Əliyev bunları etdi və Heydər Əliyevin ən böyük uğurlarından biri ondan ibarət oldu ki, Təbrizlə Bakı arasında fərq qoymamaqla eyni zamanda İrəvan da o tarixə daxil edildi. Yəni Qərbi Azərbaycanın da Azərbaycanlılar yaşayanları o siyahıya daxil edildi ki, biz unutmadıq onu. Onu yaddan çıxartmadıq. Amma təbii ki, açıq etiraf edək, dövlət Sovet dövləti idi. Yəni hökmü o verirdi, qərarı o verirdi. Ancaq Heydər Əliyev açıq şəkildə elə şey edə bilməzdi ki, onsuz da ermənilərin bağrı çatdırdı. Bu Heydər Əliyev 87-ci ildə istifaya gedəndə ən böyük bayramı Ermənistan etdi. Tək Ermənistan yox. Erməni lobbisi, erməni diasporu. Dünya erməniliyi. Təbii. Nə üçün? Çünki Heydər Əliyev onlar üçün mane idi. Və elə fikirləşin. Heydər Əliyevin hakimiyyətə getməyindən bir həftə olmadı ki, soydaşlarımızın deportasiyası başladı. Yaşadı. Ona qədər də erməni tərəfi nə elan etdi Fransada Humanitə Agamberkyan ki, Qarabağ Ermənistandır. Qarabağ Ermənistan birləşməlidir. Onda sual oluna bilər. Bəs ona qədər yox idi. Var idi. Bu düşüncələr. Amma Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə onlar cınqırı çıxmırdı. Cəsarət etmirdilər. Əlbəttə cəsarət etmirdilər. O sualı soruşmaq istəyirdim, siz artıq o cavabı verdiniz. Yenə Heydər Əliyev təcrübəli bir siyasətdir. Məsələn, mən bir tarixdə xatırladım, 73-cü ildə də Heydər Əliyev hakimiyyətdə olan dövrdə artıq Heydər Əliyev tanınırdı ki, Heydər Əliyev kimdir? Onda Dağlıq Qarabağda növbəti bir dalğa meydana gələndə ki, Qarabağ, Ermənistan birləşdi, Heydər Əliyev hamıdan fərqli siyasət yeritdi. O düşüncənin sahiblərinin hamısını Bakıda böyük vəzifə gətirdi. Birazdan onların cinayət işləri qabağına qoyuldu və onlar getdilər. Yenə deyirəm, Heydər Əliyev heç bir məsələni kal, çiğ, bişirilməmiş, bişirilməmiş etmirdi. Onu elə edirdi ki, sənlə gəlib belə də olmalıdır. Amma bir daha deyirəm, bəlkə bunu nə üçün vurğuluram? Heydər Əliyevin orada doğulması, təbii Naxçıvanda doğulması və bilavasitə, bugünkü Qərbi Azərbaycan torpaqlarından, Dədava baxımdan bağlı olması Heydər Əliyevə imkan verdi ki, bu tarixi gözəl bilsin, yaddaşlara həkk elədi və eyni zamanda bu tarixin Sovet dönəmdə gizli formada da olsa çatdıra bildi, təbliğ edə bildi. İndi o elə bir vəzifədədir ki, təbii ki, ona böyük hücumlar olurdu. Ancaq o bu hücumlardan qorxmurdu. Əksinə bu tarixi Azərbaycan torpaqlarını necə deyəm ki, həm öyrəndi, həm də öyrətdi. Siz gördünüz, yenidən hakimiyyətə gələrkən deportasiya haqqındakı onun o sərəncamı bütün Azərbaycanı ayağa qaldırdı. Bu mən sizə sual verirəm. Fərq varmı ki, Azərbaycanın ən ucqar güşəsi hardadırsa, o da Qərbi Azərbaycanla bağlı düşüncə sahibidir və Qərbi Azərbaycanda doğulanla. Yəni, əslində bu problem, bu qayğı, bu arzu, bu istək bütün Azərbaycanı birləşdirib. Həm də əsas, yaxşı, Qarabağ Azərbaycandır. Bu yarımçı qaldı. Baxı, Şərqi Zəngəzurda problem həll olunubsa, bu Qərbi Zəngəzurda həll olunmayıb. Və bugünkü Ali Başkomandan necədir ki, müharibəsiz, davasız, şavasız tarixi torpağımıza biz getmək istəyirik. Bəli. Və ya bugün biraz irəli gedirik. Erməni Qarabağla bağlı göz yaşı töküləndə, təbii ki, bu hələ biraz qabardılmıyor, sabah qabardılacaq da. Yaxşı, bu sənin torpağın olmaya. Sənin bura köçmə tarixi məlum. Sən onun üçün göz yaşıb dünyadan tələb edirsən ki, biz Qarabağa köçək.
bəs min illər boyu Bəli. bu torpağın sahibi olan neynəsin? Onda 50-50-yə. Əgər sən bura gəlmək istəyirsənsə, qoy bu Biz öz Dədəbaba yurdumuza niyə torpağına getməyək? getsin. Bəli. Çayına qədər, dərəsinə qədər, təpəsinə qədər, güllərinə qədər hamısını əzbər bilir. Mahnılarında, bayatılarında, nağıllarında var. Deməli, bunundur da. Sən necə ola bilər ki, sən ona deyirsən ki, olmaz, amma özün isə yalançı göz yaşı ilə bura gəlməksən. Bu necə ədalət olur? Azərbaycan 44 günlük vətən müharibəsi ilə köhnə tarixi dağıtdı. O yalancı tarixi dağıtdı. Mifi dağıtdı, bəli. Tamamilə də o yalancı mifi dağıtdı ki, siz dünyanı göz yaşla inandırmışdınız ki, nə bilim, biri var idi, biri yox idi, bir böyük Ermənistan var idi. Hardan başlayırdı? Aralı dənizindən, harda bitirdi? Xəzər dənizdə. Bu mif idi. Amma real tarix bu gün budur ki, İstirsən erməniyə məhəbbəti olan kim olursa olsun, onu Qərbi Azərbaycan apardı ilə ay zalım. Hələ buradakı lap bu evlərə bax, həyətlərə bax, tikilişinə bax, bu dağların adlarını soruş, heç bilsiz, dərələrin adlarını soruş. Yəni kətlərinə, hələ gör orada bir erməni izi var. Erməni nə qədər itirmək istəsə də itirənmədi. Nə üçün? Çünki o keçmiş tarix bizdədir. Bəli. Biz o tarixin bir sahibiyik və o tarixlə biz ədalətli bir mübarizə aparırıq. Anar müəllim, siz onu çox yaxşı qeyd etdiniz ki, Heydər Əliyev çox çətin bir məqamda, çətin bir dönəmdə Qərbi Azərbaycan məsələsini gündəmdə saxlamağı bacardı ki, bax bu gün artıq real şərait yaranıb, müəyyən o tarixi hadisələrin gedişi bizə imkan verir ki, biz öz Dədəbaba yurdumuza gedək və bunun təməlini məhz Heydər Əliyev qoyub. Bu da bir tarixdir və bu tarixi qətiyyən silmək olmaz. O məqam xüsusi vurğulanmalıdır ki, Qərbi Azərbaycanın bugünkü qayıdışla bağlı o strategiyanın, hədəfin arxasında Heydər Əliyevin imzası var, Heydər Əliyevin ən böyük arzusu var. Bu da danılmaz faktdır. Əlbəttə ki, biz hər bir çıxışımızda deyirik ki, müstəqil Azərbaycan dövlətinin qurucusu. Abonentlər, təbii ki, Heydər Əliyevin abonentləri bununla bağlı heç nə deyə bilməzlər. Bəli. 93-cü ilin yayında Heydər Əliyev Bakıya gələndə çoxları artıq belə fikirləşirlər ki, vətəndaş müharibəsi başladı. Doğrudan da işartıları var idi. Bəli. Qardaş qırğını başladı və Ermənistan da Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal etmişdi. Və üstəgəl Azərbaycanın ayrı-ayrı bölgələrində separatçı rejimlər. Və doğrudan da Heydər Əliyevin Bakıya gəlişi, Azərbaycanda hakimiyyəti ələ alması doğrudan da xalqın qurtuluşu idi. Xalqın Kim nə deyirsə və çox maraqlı bir cəhət də var. Burada biz buna çox sevməliyik. Heydər Əliyev nəyin bir növrəsini qoyubsa, xoşbəxtlikdən 2003-cü ildən sonra o özünün zirvəsinə qalxıb. Heydər Əliyev deyirdi, bir-bir adlarını çəkirdi. Laçında, Kəlbəcərdə, nələrdə, hamısı azad olunacaq. Ömrü bitdi, ancaq o hər şey bitmədi. Əksinə, o özündən sonra nə olmalıdır? Allaha şükür ki, mən həmişə deyirəm bir tarixçi olaraq, 70 illik Sovet dönəmində Nadir bizə yanlış öyrədildi, təqdim olundu. Nadir Şah. Qan içən, qəddar, amansız. Amma 70 ildən sonra biz tarixə yenidən baş vuranda gördük ki, Azərbaycan tarixində Nadir Şah Əfşar kimdir? Səfəvilərin son dönəmində, yəni zəif düşdüyü vaxt, torpaqları ki, əllərindən çıxmışdı, Nadir Şah bütün o torpaqları geri qaytardı. Və 1747-ci ildə Nadir sui-qəsd nəticəsində öldürüldü. Amma Nadir və bir də 1747 2020 bu illər ərzində Azərbaycan torpaqları geri qaytaran Azərbaycan torpaqları uzun bir zamandan sonra İlham Əliyev cənabları ilk dəfə olaraq Azərbaycanın əlindən alınan
torpaqlarını geri. Amma onun bünövrəsi də ümumi lider Heydər Əliyev tərəfindən Bəli, Heydər Əliyev və özünün sözlərini nə birinci, nə ikinci dövrdə hakimiyyət olduğum dövrdə bir qarış torpağı düşmənə verməmişəm. Bir qarış. Halbuki düşmən və Sovet rəhbərliyi torpaqların geri Azərbaycandan alınması üçün nə qədər cəhdlər göstərdi. Ancaq Heydər Əliyev dəyanətlə durdu və Allaha min şükür də İlham Əliyev cənabları da Azərbaycan tarixində o zirvəni qazandı, o fatihliyi qazandı. O ki, Şuşa ilə bağlı həsrətlə göz yaşı tökürdük. Ağdam olsun, Füzuli olsun, Cəbrayıl olsun, Zəngilan olsun, Kəlbəcər olsun. Bütün o arzu və istəklər reallaşdırdı. Özü hadisələrin başında durdu və nə qədər də ona təzyiqlər oldu, təhdidlər oldu. Bəli. Heç belə bir külək gəldi, apardı. Amma axıra qədər getdi. Və bugün də Allah'a Bugünkü şükür Azərbaycan, ki, bəli. bugünkü Azərbaycan Həm də Heydər Əliyevin əsəridir bugünkü Azərbaycan. Bəli, elə dövlətin qurucusu odur. Bəli. Dövlətin memarı odur və o dövlətlə bağlı hansı çatışmazlıqlar var idisə, onu da İlham Əliyev cənabları uğurla başa çatdırdı. Bəli, elə Heydər Əliyevin hədəflərindən biri də Qərbi Azərbaycana qayıdış idi ki, tam əminliklə inanırıq ki, biz həm də Qərbi Azərbaycana qayıdacağıq. Ulu öndər Heydər Əliyevin o qoyduğu istiqamət, qoyduğu hədəf, cızdığı o plan sözsüz ki, yerinə yetəcək və biz tezliklə o zamanı gözləyirik. Mən sizdən razıyam. Bir dənə də bu maraqlı fikir bölüşüm. Çox qısa olaraq Anar mənim zəhmət Elə bir olmasa. də may ayı biz bilirik, bu Heydər Əliyevin ayıdır. Bəli. Amma 1992-ci illər Şuşanın işğalından sonra biz bu aydan çox hündürdən danışa bilmirdik. Bəli. Şuşa kədəri vardı. Allah'a şükür daha yoxdur. Yenə bu ay Heydər Əliyev ayıdır. Yəni Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı nəzəri cəhətdən irəli sürdüklərini bugün İlham Əliyev cənabları uğurla həm də dünyanın bütün nüfuzlu təşkilatının qarşısına qoyur. Və mən əminəm ki, bir gündə bizim bu studiyamız arzuladığımız o torpaqda olacaq. Həm çayından zövq alacaq, həm dərələrindən, təpələrindən, güllərindən, həm də ilahi vətən qovuşdu. Bəli, inşallah o gün uzaqda arzulayıram. deyil. Çox təşəkkür edirəm. Anar müəllim, ətraflı, çox maraqlı tarixi faktlar, xatirələr danışdığınız üçün təşəkkür edirəm. Sağ olun. Sağ olun. Belə, siz də sağ olun, hörmətli tamaşaçılar. Bizi izləməkdə davam edin. Biz yenə də görüşəcəyik. Amma hələlik burada. Qərbi Azərbaycana isə mütləq qayıdacağıq. Sağ olun, salamat qalın.